Salam Kripto Azərbaycan izləyiciləri, yeni bir video ilə daha qarşınızdayım. Dostlarım, bugün sizlərə Candid Drop haqqında danışacağım. Candid Dropla yoldaşlar siz %100 airdroplar qazana bilərsiniz. İndi isə sizlərə bugün göstərim. Baxın, XPini Network. Bundan bugün mən airdrop qazanmışam. Buradan baxaq, Gate airdrop gördüyünüz kimi. 111 min ədəd gəlmişdi və toplamda 161 dollara satmışam bunu. Sonra yoldaşlar, Dress valyutası. Baxın, buradan bura baxaq, gördüyünüz kimi. NDB gətirirəm, Gate airdrop. Yəni airdrop balansınıza bu şəkildə gəlir və bundan nə qədər qazanc əldə etmişəm? 221 dollar. Əslində yoldaşlar, bu 400 dolların üzərində idi. Mən yatıb qaldığıma görə təəssüf ki, balansıma köçüb bilməmişəm. Ona görə 221 dollar bu valyutadan da, airdropdan da daha doğrusu gəlir əldə etdim. Və adlarını saymadığım bir neçə valyuta da var. İndi isə bunu necə əldə edirəm, bunları sizə göstərəm. Baxın yoldaşlar, burada Candid Drop yazılıb. Bu eynən sizin mobil telefonlarınızda da adı baxın budur. Candid Drop. Bunun üzərinə daxil olursunuz. Bu arada Holder Drop falan da var. Onları da gələcəkdə göstərəcəm. Hal-hazırda gördüyünüz kimi AVNT valyutası var. Buna qoşulsaq 1000 dolların üzərində bir qazanc əldə edə bilərik. Bunu bizə deyir. Və ya burada bu Switch valyutası var. XL1 valyutasına mən qoşuldum. Çox amma çox az bir miqdar verdi. Mirror'a da qoşulmuşam yoldaşlar. Mirror'dan da gəlirimi götürmüşəm. İndi sizə göstərirəm. Bax, Mirror. Daxil olaq Spot'a. Bura Mirror yazaq. Yəni buradan mən normal airdrop götürürəm. İndi bunun yolunu sizə də göstərəcəm. Baxın. Burada görürsünüz 4238 ədəd bu tokenden götürmüşəm, yəni 286 dollar edib. Gate airdrop. Gördünüz mü? İndi isə daxil olaq Candid Drop bölməsinə. Daxil olduq. Deyək ki, burada AVNT valyutası var, burada Switch valyutası var və ya AA valyutası var. Yəni biz buradan seçək məsəl üçün Switch'i. Necə buna qatıla bilər və necə bundan gəlir əldə edə bilərik. Bunun birinci join'unu üzərinə daxil oluruq və bura daxil olduqda yoldaşlar, ilk edəcəyimiz şey bunun vaxtına, tarixinə baxmaq. Bu vaxtda, bu tarixdə burada bizə müəyyən proseslər qoyurlar ki, onları yerinə yetirməliyik. Baxın, birinci bunun üzərinə vurub daxil oluruq. Gördüyünüz kimi artıq daxil olduq. İkinci isə nə edəcəyik? Bizə onu göstərir. Ən birinci daxil olduq, login dedik və buradakı görevləri tamamlamalıyıq. Bunlar da necədir? İlk öncə deyir ki, 500 dollarlıq Futures'də hər hansı bir əməliyyat aç. Yəni 500 dollarda yoldaşlar, bunu bu şəkildə edə bilərik ki, yəni 5 dollarlıq 100x-la, 50x-la Futures prosesi görə bilərik. Ancaq bunu Bitcoin-də edə bilərik. Burada bizə bunu deyir ki, Switch tokenin Futures'inə daxil ol. Başa düşdün? 500 dollarlıq. İkinci bizə gələn görev nədir? 2000 dollarlıq. Yəni 2000 dollarda bu şəkildə düşünə bilərsiniz. Yəni 100 dollarlıq açdın, bağladın. Yaxşı, gəlin indi isə bunu edəyin. Daxil oluram buradan Futures bölməsinə və ilk öncə bura pul transfer edirəm spot üzərindən. Spotdan bura nə qədər? 100 dollar məbləğ kifayət edir. 100 dolları gördüyünüz kimi transfer etdim və buradan biz seçirik Switch valyutasını. Bura Switch yazaq. Aha, gəldi özü ilə. Gördüyünüz kimi seçdik bu valyutanı. İndi isə bunun airdropuna qoşulmağın yolunu göstərirəm sizə. Burada yoldaşlar, ilk öncə mən bunu crossdan isolate'da çevirəm. Yəni istəsəz crossla da aça bilərsiniz, ancaq mənim üçün hər zaman isolated daha yaxşı bilirəm onu. Və bunu 200x qoyuram, 20x qoyuram
Bax, mən indi edəcəyim şeyi sizə göstərim yoldaşlar. Bax. Pozisiyamızı açdıq, amma lənətə gəlsin. Bunu biz marketlə açmalıyıq. Mən özüm üçün bu arada bunu edirəm. Həm də video uzun olmasın deyə. Pozisiyamızı açdıq. Nə oldu ala bu? Bilmirəm, nəsə problem oldu. Balansda deyir pulu yoxdur. Axı 100 dollar var. Ekranı yenilədim. Təkrardan. Niyə? Qoy 10 dollarda ataq. Həmişə videoda bu tərs problemlər olur da. Longun üzərinə vururuq. Hə, buna biz bu qədər çox pulla, ay sağ ol, tutdum söhbəti. Uşaqlar, buna ortalama 50 dollarla daxil ola bilərikmişik. Bax, indi burada biz pozisiyamızı açdıq, düzdürmü? İndi baxın, mən nə edirəm? Sizə bunu göstərim. Burada mən 54 sent ziyanlıyam və inanın ki, bu mənim vecimə deyil və bunu bağlayıram. Bağla. Gördüyünüz kimi. Yox, rezerv elədim, səhv elədim. Mənim oldu bu gün. Bağladım. Ayda 78 dollarla, 78 dollar yox, hardasa 22-32 dollar sizə görə ziyana getdim. Nəysə, can sağlığı. Aha, uşaqlar, mən artıq burada işimi gördüm. Bax, buradakılar belə deyim, tamamlanacaq. Tamamlandıqdan sonra nə qədər miqdar falan alacam, bunu göstərəcəklər. İndi burada 300 deyir. Ancaq bu daha çox ola bilər. Çünki toplam nə qədər? 165.289 Switch token paylanılacaq. Yəni bunu nümunə üçün göstərdim. Yəni siz də istəsəz təbii ki, nə edə bilərsiniz? Bu tərs valyutaların airdroplarına Gate.io üzərindən bu şəkildə qoşula bilərsiniz. Bu arada 330.000 toplam Switch token paylayacaqlar imiş. Belə, yəni bu videoda bunu göstərmək istədim ki, CandyDrop üzərindən bu şəkildə airdropları əldə edirik, qoşuluruq. İndi mən düzdür, video çox uzun olmasın deyə yoldaşlar, sürətli şəkildə Foodservice girib açıb bağladım. O komissiyalar ona görə çıxdı. Həm də orada rezerv bölümünə daxil oldum. Yəni bir sözlə də bunları özünüz ayarlayın, düzgün şəkildə edin. Videomuz bu qədər idi. Sağ olun, hələlik.